Çünki bundan başqa nə qədər hadisələr olub. Məsələn, vida həccində Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə sual verir ki, Ətədrun eyyü bələdin həzə, bilirsiniz bu şəhər, bu kənd, bu yer hansı yerdir? Dedilər ki, Allah və Rasuluhu ələm. Allah və Rasul daha yaxşı bilir. Bilirdilər, Məkkədədirlər, özləri orada doğulublar. Sonra dedi ki, bilirsiniz, içində olduğumuz ay hansı aydır? Həzdədirlər. Zilhiccə ayıdır. Dedilər ki, Allah və Rasuluhu ələm. Allah və Rasul daha yaxşı bilir. Bu sahabələrin adəti idi. Hətta bildikləri şeydə ədəb babından belə deyirdilər. Və burada da elm tələbəsi üçün bir ədəb var ki, yəni təsəvvür edin, subhanallah, sahabə bildiyi şeydə deyirdi ki, Allah və Rasuluhu ələm. Sən bilmədiyin şeyi də danışırsan. Və burada həmçinin ədəb odur ki, bildiyin və bilmədiyin şeylərdə müəllimin yanında susmağı bacarmaq. Bu da elm məclisinin ədəblərindəndir.